About 4 in 10 people believe in ghosts. Yəni təxminən about burada təxminən mənasını daşıyır. Təxminən hər 4 nəfərdən biri 4 in 10 ruhlara inanır. Halloween is coming, which means many people will be dressing up in spooky costumes. It's traditional in many countries. Deməli, Halloween yaxınlaşır, coming gəlir. Hansı ki bu da o deməkdir ki, bir çox insanlar spooky, yəni qorxulu geyimlər geyinəcəklər. Bir çox ölkələrdə bu adətdir. It's traditional. It's just a bit of fun for most of us. But originally, people wore scary masks to frighten away evil spirits and to hide their faces from ghosts that they believed were present. Əksər insanlar üçün bu sadəcə bir əyləncədir. Bizim çoxumuz üçün bu əyləncədir. Amma əslində, but originally, insanlar pis ruhları qorxutmaq üçün və üzlərini onların arasında olduğuna inandıkları ruhlardan gizlətmək üçün qorxulu maskalar geyinirdilər, taxırdılar. And while the celebration of Halloween has continued, the links to spirits and ghosts are not as strong as they once were. Halloween bayramı davam edir. Davam etsə də və yaxud da ki, onun ruhlar və xəyali varlıqlarla olan əlaqəsi are not as strong as they once were. Yəni əvvəlki qədər güclü deyil. Bir zamanlar olduğu kimi güclü deyil. However, quite a lot of people still do believe in ghosts and other supernatural beings. Supernatural. Deməli, bununla belə hələ də kifayət qədər, quite a lot of people, kifayət qədər çox insan ruhlara və digər supernatural, fövqəltəbii beings, yəni varlıqlara inanır. According to a 2025 survey done by YouGov, 38% of people in the UK think that ghosts probably or definitely exist. According to nəyəsə görə, bunu bir dəfə də demişdim. Yəni YouGov tərəfindən 2025-ci ildə keçirilən bir sorğuya görə Böyük Britaniyada insanların 38% ruhların probably, yəni yəqin ki və ya definitely, yəni mütləq. Bəziləri yəqin ki, inanır ki, yəqin ki mövcuddur. Bəziləri isə mütləq mövcud olduğuna inanırlar. And 21% said they probably or definitely believe in witches with magical powers, and 19% believe in magic. Aha. Həmçinin və ya 21% insan sehirli güclərə malik cadugərlərin, witches with magical powers, cadugərlərin var olduğuna yəqin ki və ya dırnaq içində mütləq inandıqlarını, 19% isə sehrə, yəni möcüzəyə belə deyək, inandıqlarını deyirlər. It's not just ghosts and witches. 4% of people surveyed believe that werewolves definitely exist, while the same number think that vampires definitely do. Aha. Deyir, bu təkcə ruhlar və cadugərlər üçün deyil, yəni bu fakt. Sorğuda iştirak edənlərin 4% canavar adamların, werewolf, canavar adamların mütləq mövcud olduğuna, eyni sayda insanların isə vampirlərin həqiqətən var olduqlarına inanırlar. The survey also found that women are much more likely to believe in the supernatural. Aha. Sorğu həmçinin onu da göstərir ki, qadınlar fövqəltəbii,
hadisələrə inanmağa kişilərdən daha çox meyillidirlər. To be likely to believe, inanmağa meyilli olmaq. Supernatural isə fövqəltəbii hadisələr. When asked whether they believe that people can communicate with the dead, 28% of women think we can, compared with just 13% of men. Maraqlı faktım. Deməli, insanların ölülərlə ünsiyyət qura biləcəyinə inanmadıkları haqqında soruşduqda, qadınların 28% bunun mümkün olduğunu düşünür. Yəni düşünür ki, onlar ölülərlə ünsiyyət qura bilərlər. Kişilərin isə 13% belə düşünür. Müqayisə etdikdə belədir fakt. But 4% of both male and female participants believe supernatural practices, including things like hypnotism, karma, and Reiki, are at least probably real. Lakin həm kişi, həm də qadın iştirakçıların 4% hipnoz, karma və Reiki kimi fövqəltəbii təcrübələrin az da olsa, are at least probably real. Az da olsa real olduğuna believe, inanır. US polling company Gallup came to similar conclusions after surveying Americans earlier this year. Deməli, Amerika Birləşmiş Ştatlarında yerləşən Gallup sorğu şirkəti də bu ilin əvvəlində Amerikalılar arasında deməli after surveying bir tədqiqat sorğudan sonra came to the similar conclusions. Yəni eyni nəticəyə gəlib, eyni nəticələr əldə edib. It found that women, people who didn't have a college education, and people who didn't often go to religious services were more likely to believe in the supernatural. Deməli, məlum olub ki, women, qadınlar, ali təhsili olmayanlar və dini mərasimlərə tez-tez qatılmayan insanlar, people who didn't often go to religious services. Religious services, dini mərasimlər. Qatılmayan insanlar fövqəltəbii hadisələrə daha çox inanırlar. Believe in the supernatural. So perhaps this year, if you're knocking on doors and wearing a costume, you shouldn't say trick or treat. You should ask, do you believe in ghosts? Odur ki, bu il qapıları döyüb. Kostyum giyinərkən trick or treat demək əvəzinə bəlkə də belə soruşmalısınız. Do you believe in ghosts? Yəni siz ruhlara inanırsınız. Some people may surprise you. Yəni bəzi insanlar sizi təəccübləndirə bilərlər. Maraqlı.